Salam qızlar, bugün istəyirəm sizə quru şampunlardan danışım. Gördüyünüz kimi bu quru şampunlar Batiste markasındandır. Ümumiyyətlə sizə quru şampun tövsiyəsi versəm, deyərəm ki, gedin Batistedən alın. Nə Marfozdan, nə də ki Urbandan. İndi gəlin bu qədər quru şampunu niyə aldığımı deyim. Həm həyat yoldaşım, həm də mən quru şampundan istifadə edirik ki, saçlarımız yaxlananda tez bazar o yağlılıq, o yağlı görüntünü aradan qaldıraq və saçlarımız da çox tökülməsin. Çünki bilirsiniz ki, əgər saç diblərimiz bizim problemlidirsə, gücsüzdürsə, yağlananda da 2-3 qat daha çox tökülməyə başlayır. Bu məndə əvvəldən olandandır. Sadəcə istəyirəm ki, göstərim sizə necə istifadə edirəm. Belə bir neçə dəfə lazım olan yerlərə vurandan sonra siz qat-qat da istifadə edə bilərsiniz. Mən sadəcə sizə göstərmək üçün üst tərəflərə vurdum. Sonra 10-15 dəqiqə gözləyirsiniz. 10-15 dəqiqədən sonra da belə sirkələməyə başlayırsınız. Tozu təmizləməyə başlayırsınız saçdan. Çünki artıq toz yağı əmib və hər şey çox yaxşıdır. O ağ görüntünü də aradan qaldırmaq üçün mütləq saçınızı belə təmizləyin. Mən təmizlədim. Məsələn, mən saçım bugün səhər-səhəri quru şampunlamışdım, amma dedim sizə də mütləq göstərim. Mən çox bəyənirəm Batistəni, sizə də tövsiyə edirəm. Əgər çox yorğun olursunuzsa mütləq alın, aldırın. Sağ olun.